Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Belə bir suala baxalım. İkinci qrup 5-ci 7-ci ay 2026-cı ildə blok imtahana düşən bir sualdır. Deyir ki, bizə ABCD nöqtələri yazıldığı ardıcılıqlar düz xətt üzərində qeyd olunmuşdur. Aha, gəlin qeyd eləyək. Düz xətt çəkəyim bir dənə. A, B, bura olsun C, burada olsun D. Bizə deyir ki, A'dan D'yə qədər 81-dir. C'dən D'yə qədər 36-dır. A'dan B'yə qədər isə 39-dur. Aha, bizə buranı soruşur. Baxın, görürsünüz necə sadə bir sualdır. Blok imtahana düşsə belə. Biz onda bir təlini kimi yazsaq 39, üstə gəlinsin 36, üstə gəlinsin x bərabər nə olmalıdır? 81. Bunları toplasaq 5, 75. Üstə gəl x bərabərdir 81-ə. X də bərabər 81 çıxılsın 75. X də bərabərdir 6 şəklini alar. Yəni cavabımız oldu Y variantı. Bu tip videoların ardının gəlməsini istəyirsinizsə videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.